Bəzi sosial şəbəkələrdə yalan məlumat yayaraq jurnalist adı altında reketlik etmək iddiaları ilə saxlanılan Pərvin Abuşova, İradə Cəfərzadə, güya zərər çəkmişlərə ümumilikdə 130 min manat məbləğində təzminat ödədiklərini və sərbəst buraxıldıqları deyilir. Bunlar çöldə olmağı məni çox narahat eləyir, mən çox qorxuram. Çünki bunlar şantaj xarakterli hərəkətlərlə məşğuldurlar. Lakin zərər çəkmiş tərəflər bildirirlər ki, ittiham olunanlar tərəfindən onlara heç bir təzminat ödənilməyib və üstəlik ittiham olunanların ailələri zərər çəkmişlərə hədə-qorxu gələrək "Sən İradə Cəfərzadə bilirsən də kimdir?" deyərək bildirib. Yaşlı başlı bir anası başlayır deməyə ki, sən bilirsən də ifadə kimdir? Burada sual yaranır. İradə Cəfərzadə və Pərvin Abuşova kimdir? Jurnalist adı altında insanlara hədə-qorxu gələrək pul ələ keçirən cinayətkar hər kim olursuz olun. Bilin ki, Azərbaycanda qanun hər kəs üçün eynidir və kim bu qanundan kənar işlə məşğuldursa, mütləq cəzasını alacaqdır. 102 Xəbər Info və Inform Xəbər TV olaraq haqlının yanındayıq və mövzu diqqətimizdədir. Bir neçə ay bundan öncə sosial şəbəkələrdə məni şantaj edən şəxslər, məndən pul tələb edənlər İradə Cəfərzadə Pərvin Abuşova tərəfindən mən şantaj olundum. Bunlara baxmayaraq mənimlə başladılar görüşməyə, məndən pul tələb etdilər və öz tanışları bizim orta məxrəc tanışımızın tanışçılığından Dilbər Rızayeva xanımın tərəfindən məndən 2500 manat pul tələb etdilər. İradə Cəfərzadə onu bildirdi ki, hətta mən çox üzr istəyirəm, yəni media nümayəndələrindən də hər kəsdən mən çox üzr istəyirəm. İradə Cəfərzadə onu təqdim etdi ki, sənin yəni ki, açıq şəkillərim var. Güya mənim İradə Cəfərzadədə mənim lüt şəkillərim var. Lüt şəkillərim var. Buna dair ifadə dedi ki, sən 1000 manat pul verməlisən. Pərvin Abuşova bu şəkilləri yayacaq. Sosial şəbəkədə siz biabır olacaqsınız. Mən isə bildirdim ki, İfadə xanım, yəni mənim hər hansı bir yaxınım, ola bilər də insandır. Mənim belə bir şəklimi çəkibsə, bugünkü gündə yəni siz bunu bir mətbuat işçisi olaraq mən sizə yəni icazə vermirəm ki, siz durub mənim şəxsi həyatıma toxunasınız. İradə Cəfərzadə mənə öz yaxın münasibətdə olduğu Amil adlı bir şəxsin hesab kartına 500 manat mart ayının 10 günü pul köçürtdürdü. Amil adlı bir şəxsən kartına 5 manat pul köçürtdüm. Ondan sonra həmin videonu ifadə mən eləsinə xanım deyə bilmərəm. Təbii ki, Azərbaycanın o qədər həcər qeyrətli, nigar qeyrətli xanımlarımız var ki, mən elələrinə xanım deyə bilmərəm əsla. Bu mümkün deyil. Bu pulu köçürəndən sonra mən oldum yaxşı bir insan. Ondan sonra yenə də başladılar sosial şəbəkələrdə məni şantaj etməyə və bir neçə gün bundan öncə Nəsimi rayonun baş polis idarəsinə müraciət etdim. Orada zərər çəkmiş şəxs kimi tanındım. İfadənin dünən baxıram ki, anası və bacısı qızı mənə zəng edərək mənə hədə-qorxu gəlir. Hətta ifadənin yaşlı başlı bir anası başlayır deməyə ki, sən bilirsən də ifadə kimdir? Deyirəm, ay ana, ifadə hər kimdir, nəsidir? Özü üçün. İfadə bugünkü gündə hər kimdirsə, ifadənin bir şəxsi həyatı var. Əgər şəxsi həyata gündəmə gətirirsə, gəlin birinci ifadənin şəxsi həyatından danışın. İfadənin anası bugün mənə yaşlı, bilmirəm 70 yaşı var, 80 yaşı var. İfadənin anası bugün mənə hədə-qorxu gəlir. Mən belə görürəm ki, bizim həyatımız artıq təhlükədədir. İfadə özünü mətbuatda sanki bir insan kimi göstərdi ki, mətbuatda bir dənə kraliça var, o da ifadədir. İfadə, sən mətbuatda özünü kraliça kimi göstərə bilməzsən. Sənin bugün ali təhsil olmayan bir insansın. Sən hansı universitet oxumusan, sən necə eləmirsən, nətər eləmirsən, bunu biz bilmirik. Sən bugünkü gündə gəlmirsən, deyirsən ki, özünə günlərin bəraət qazandırırsan, deyirsən ki, zərər çəkmiş kimi 130 min güya sosial şəbəkələrdə bəzi özünə hörmət qoymayan saytlar bizim haqqımızda yazır ki, güya 130 min zərər çəkmişlərə pul ödənir. İfadə, ola bilər ki, Pərvin Abuşova, İradə Cəfərzadə, siz şəxsiyyətinizi, mənliyinizi pula sata bilərsiniz. Biz şəxsiyyətimizi, mənliyimizi pula sata bilmərik. 130 mini aparın verin, belə pul verənsiniz. Qatığa, tutun başınıza. Mən bunu sizə açıq şəkildə deyirəm. Mənim bu kainatda Allahdan başqa heç kəsdən qorxum yoxdur. Biz təbii ki, demokratik ölkədə yaşayırıq, hüquqi dövlətdə yaşayırıq. Amma bugünkü gündə bir neçə gün bundan qabaq 48 saat bunlar saxlanıldı, ondan sonra çölə çıxdılar. Yaxşı, bunlar çölə çıxdılar, bunlar 48 saat saxlandılar, bunlar çıxdılar çölə. Çölə çıxandan sonra mən gedirəm Nəsimi rayonu məhkəməsinin qarşısından keçirəm, mənim qarşıma baxır, dişim ağardır, gülür. Nəyə gülürsən, yaxşısan? Necə polis nəzarət altındadır bunlar? Mən başa düşə bilmirəm bunları. Həqiqətən mən başa düşə bilmirəm. Mən çox xahiş edirəm ki, bugünkü gündə də Daxili İşlər Nazirliyimizdən, cənab nazirimizdən də, Vilayət Eyvazovdan da çox xahiş edirəm ki, bunların bugünkü gündə 3 ay istintaq devirləri çöldə keçməsin.
Çünki artıq bizim həyatımız təhlükədədir. Bunlar necə bizə sosial şəbəkədə şantaj ediblər, necə pul tələb ediblər, necə bizim şəxsiyyətimizi, mənliyimizi alçaldıblar, bunlar bundan sonra da çox şeylər eləyəcəklər. Özləri bugünkü gündə öz səhifələrində eləməsələr də, digər səhifələrdə eləyəcəklər. Bunlar 3 ay istintaq müddətini bunlar təcizxanada istəməklərini istəyirik. Biz bugünkü gündə onların çöldə olmaqlarını qətiyyən biz ona etiraz edirik. Mən şəxsən zərər çəkmiş şəxs kimi mən razı deyiləm. Təşəkkür edirəm, çox sağ olun. Özünüzü təqdim edin. Mən Abdullayeva Gülbədə Əlqismət qızı. Bir neçə müddət öncə mən sosial şəbəkələrlə müraciət etmişdim. Pərvin Abuşova, bir də İfadə Cəfərzadə haqqında müsahibə vermişdim və eyni zamanda hüquq mühafizə orqanlarına müraciət etmişdim ki, mənim şəxsi şəkillərimlə, iç geyimdəki şəkillərimlə, mənim ailəmlə olan videolarımla bağlı məni dəfələrlə pullar alıb şantaj ediblər və mən bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdim. Və dünənlərim mənə məlum oldu ki, bunlar istintaq dövrünü bunlara deməli hüquq mühafizə orqanlarından 182.2.1, 182.2.2 ilə cinayət işi açılır və dünənləri bunlar azadlığa buraxılıb istintaq dövrünü. Və bunlar hal-hazırda bu günlərim mən sosial şəbəkələrdən görürəm ki, səhv yalan məlumat verirlər ki, zərər çəkmişə 130.000 manatda təzminat ödənilib. Burada 130.000 manat dəyərində hər hansı bir zərəriniz təmin olunubdur? Xeyr, mənə heç bir təzminat ödənilməyib. Ümumiyyətlə bu barədə söz ola bilməz. Çünki burada hansısa bir dələduzluq maddəsi deyil. Bu mənim şəxsi görüntülərimdir. Şəxsi məlumatlarımla dəfələrlə məndən şantajla xarakterli məndən pul almalarıdır. Və dünənlərim istintaq dövrünü, yəni çöldə azadlıqla çıxıblar. Mən də bunun üçün hüquq mühafizə orqanlarına müraciət edirəm. Çünki bunlar çıxar-çıxmaz dövlətin adından yalan xarakterli məlumatlar paylaşırlar. Yalan məlumat verirlər məhkəmənin adından, prokurorluq orqanlarının adından, polis mühafizə orqanlarının adından yalan məlumatlar verirlər ki, 130.000 manat mənə təzminat ödənilib. Mən də buradan dövlətimə müraciət eləmək istəyirəm ki, mənim hansısa burada dələduzluq deyil, mənim malıma, mülkümə zərər vurmayıblar. Bunlar mənim şəxsi həyatıma toxunublar, bunlar mənim mənliyimə toxunublar. Dəfələrlə fərqli vaxtlarda məndən pul alıblar küllü miqdarda. Burada hansı 130.000 manatdan söhbət gedə bilər? Və həmçinin də bildirmək istəyirəm ki, özləri yox, başqalarının vasitəsilə xəbər göndərirlər ki, mənə hədə-qorxu xarakterli sözlər göndərirlər, şantaj edirlər. Mən buradan Azərbaycan Respublikasının prezidentimiz İlham Əliyevə müraciət edirəm. Bizim xanımımız Mehriban xanımına müraciət edirəm. Bir ana kimi sizdən müraciət edirəm. Hal-hazırda mənim həyatım təhlükədədir. Mən buradan Baş Prokuror Kamran müəllimə müraciət edirəm. Mən Daxili İşlər Nazirinə müraciət edirəm ki, mənim həyatım və mənim övladım, mən tənha anayam. Mənim həyatım və mənim övladımın həyatı təhlükədədir. Bunlar başqa insanlarla mənə hal-hazırda hədə-qorxu sözlərlə bir neçə şəxslərdən eşidirəm ki, yəni bunu başına oynasacaq, övladının başına oynasacaq. Bu 3 ay istintaq dövrünü onu elə bir vəziyyətə gətirəcək ki, o it peşman olub gedib ərizəsini geri götürəcək. Mən müraciət edirəm. Ümumiyyətlə, niyə görə bu istintaq dövrü, bunlar məni şantaj eləyərək bunlar, məcburi saxlanılma olub bunlarda. Bunlar niyə azadlığa buraxılıb istintaq dövrü? Mən tələb eləyirəm, öz haqqımı tələb eləyirəm, dövlətimdən tələb eləyirəm. Mən buradan üz tuturam, yenə deyirəm, dövlətimə ki... Hansı təzyiq formasını istifadə edirlər? Bir neçə şəxslərdən xəbər göndərirlər. Mənim oğlumla məni şantaj eləyirlər. Mənim özümlə bağlı ki, iş yerimdəki hansı tərəfdə kamerası var, kamerası yoxdur. Belə bir sözlərlə məni şantaj edirlər və bugünkü də fakt odur ki, mən çünki yalan danışmıram. Fakt sosial şəbəkələrdə bunlar yalan məlumat verir ki, güya mənə 130.000 manat pul ödəyiblər. Mən bildirmək istəyirəm ki, mən onlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra onlar mənim iş yerimə gələrək
Bunun üçün mən şahidlərim də var, qonşularım da var. Bunlar mənim şərəf ləyaqətimi təhqir etdi ki, sən kimsən bizi polisə verirsən, sən kimi bizim arxamız var. Yəni məni öz iş yerimdə məni şantaj elədi. Həmin video görüntülərdə mən hüquq mühafizə orqanlarına təqdim etdim və bununla bağlı yenə də bu istintaq dövrünün bunlar çöldə olmağı məni çox narahat eləyir. Mən çox qorxuram. Çünki bunlar şantaj xarakterli hərəkətlərlə məşğuldurlar. Mənim dövlətimdən istədiyim odur ki, İfadə Cəfərzadə Pərvin Abışova ilə bağlı qərarı ləğv eləsinlər. İstintaq dövrünü bunlar öz həbsxanada olmalarını tələb edirəm. Çünki mənim oğlum təhlükədədir, mənim özüm təhlükədəyəm hal-hazırda. Mən çox qorxuram.